Binəqədi rayon mərkəzləşdirilmiş kitabxana sisteminin Mənim qəhrəmanım layihəsinə qoşularaq sizlərə Qiyami Rafael Tofiqoğlu'ndan danışmaq istəyirəm. Qiyami Rafael 1972-ci ildə Özbəkistanın Əndican şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra aviasiya texnikumuna daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmişdir. Bütün ailəsi ilə birlikdə Azərbaycana köçən Rafaelin ən böyük arzusu vətənə övladlıq borcunu yerinə yetirmək idi. Hərbi xidmətin daxili qoşunlarda başlamış, könüllü olaraq Ağdam cəbhəsinə yola düşmüşdür. Ağdərə, Naxçıvanik, Mehmanə kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ağdam rayonun Papravənd, Qazıncı və Qalayçılar kəndində gedən döyüşlər zamanı ağır yaralanaraq hospitala gətirilir. Ağır yaralı vəziyyətdə onu yola salan yoldaşlarına "Qorxmayın, tezliklə qayıdacam" demişdir. Lakin amansız ölüm onu döyüş yoldaşlarının yanına qayıtmağa imkan vermədi. 1992-ci il noyabr ayının 6-sında Rafael əbədi olaraq gözlərini yumdu. Ən yüksək şəhidlik adını qazandı.